Hörmətli tamaşaçılar, gününüz aydın. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bugünkü söhbətimiz bələdiyyə torpaqlarının idarə edilməsinə həsr olunacaq. Və bu söhbətə keçməzdən öncə mən həmişək kimi qonaqlarımızı sizə təqdim etmək istərdim. Qonaqlarımızı yəqin ki, yaxşı tanıyırsınız. Çünki dəfələrlə bu İqtisadi Forumda iştirak ediblər. Məndən solda Tahir müəllim Rzayev əyləşib. Tahir müəllim bizim millət vəkilimizdir. Məndən sağda Samir müəllim Əliyev əyləşib. Samir müəllim eyni zamanda Bələdiyyələr Alyansının idarə heyətinin üzvüdür və eyni zamanda İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin ekspertidir. Samir müəllimin sağında Rasim müəllim Zeynalov əyləşib. Rasim müəllim Bərdədə fəaliyyət göstərən Aran Təşkilatının ekspertidir. Xoş gəlmişsiniz, hörmətli qonaqlar. Sizi yenidən bu verilişdə görməyə çox şadıq. Ümid edirəm ki, söhbətimiz çox vacib məsələyə həsr olunan bugünkü söhbətimiz tamaşaçılar üçün ümumiyyətlə və məxsusi olaraq bələdiyyələrdə fəaliyyət göstərən bələdiyyə üzvləridir. Ümumiyyətlə kənd cəmaatımıza ümid edirəm ki, bugünkü söhbətimiz maraqlı olacaq. Qeyd etdiyim kimi, söhbətimizin, müzakirəmizin mövzusu bələdiyyə torpaqlarının idarə edilməsi olacaq. Və mən istərdim ilk öncə biz bir qanunvericiliyimizi nəzərdən keçirək. Yəni, bu hansı qanunlarla, normativ sənədlərlə bu məsələlər tənzimlənir. Və eyni zamanda onu da qeyd edim ki, son yaxın zamanda, son bir ayda qanunvericiliyə dəyişikliklər edilib və mən xahiş edərdim ki, Tahir müəllim bu dəyişikliklərin mahiyyəti haqqında burada bizə məlumat versin. Buyurun, Tahir müəllim. Nədən bu dəyişikliklər irəli gəlib və onların əhəmiyyəti nədədir? Buyurun. Əlbəttə ki, son dövrlərdə vaxtaşırı olaraq bir çox qanunlara əlavələr və dəyişikliklər edilir. Bu, ölkədə gedən sosial-iqtisadi inkişafına bağlıdır. Digər tərəfdən bələdiyyələrin özlərində baş verən təkmilləşmə ilə, yeniləşmə ilə müəyyən problemlərin aradan qaldırılması ilə əlaqədardır. Əlbəttə ki, ilk növbədə bələdiyyələrin fəaliyyəti şəffaf olmalıdır, bu şəffaflıq təmin edilməlidir. Bu şəffaflığın təmin olunması üçün də mütləq qanunvericilik aktlarına əlavələr, dəyişikliklər olunmalıdır ki, bələdiyyələr öz fəaliyyətlərini normal qursunlar. İnsanlar bələdiyyələrə etimadı artsınlar və işlər səmərəli təşkil olsunlar. Yaxın günlərdə siz dediyiniz kimi bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun layihəsinə dəyişiklik olundu. Bu qanun dəyişikliyinə əlaqədar torpaq məcəlləsinə əlavədə olundu. Sonra bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə də dəyişiklik edildi. 3 sənədə yəni dəyişiklik. 3 sənəddə əlavələr, dəyişikliklər oldu. Bəli. Deməli, əsas məqsəd bir çox mövsümü xarakteri kənd təsərrüfatı məhsullarının istehsalı var. Bu məhsul istehsalında bələdiyyələrin fəaliyyətini təkmilləşdirməkdir, yaxşılaşmaqdır, bələdiyyələrin bilavasitə rolunu artırmaqdır. Siz yaxşı bilirsiniz ki, əvvəlki qanunun bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9-cu maddəsində göstərilirdi ki, 5 il müddətdə ərazidə yaşayan və daimi qeydiyyatda olan vətəndaşlar torpağı icariyə və mülkiyyətə götürdükdə mütləq hərraca ya müsabiqəyə getməlidirlər. Ancaq insanların müraciətlərin, bələdiyyələrin özlərinin xahişlərini nəzərə alaraq həmin maddəyə belə bir əlavə olundu. Bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeyrətdə olan Azərbaycan Respublikası vətəndaşlarının kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahələri 11 aydan artıq olmayan müddətdə bilavasitə bələdiyyələrin qərarları ilə onlara
icarəyə verilə bilər. Yəni 11 aydan çoxdursa, 11 aydan onda... çoxdur qanunda göstərilirdi ki, bu mütləq hərraca getməlidir, müsabiqəyə getməlidir. Ona görə də o qanunvericiliyin tələblərini pozmamaqdan ötürü 11 ay müddətində müəyyən kənd təsərrüfatı məhsulları istehsal eləmək mümkündür. Vətəndaş bu torpağı icarəyə götürüb, orada kənd təsərrüfatı məhsulları soğandır, kartofdur, qarpızdır, yemişdir, digər kənd təsərrüfatı məhsulları istehsal eləyə bilər. Yəni mövsümü... Bəli, mövsümü kənd təsərrüfatı məhsulları. Ona görə də bu həm insanların, həm də bələdiyyələrin özlərinin xahişləri, müraciətləri nəzərə alındı. Belə bir əlavə olundu qanunvericiliyə, bu bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun. Mən bunu çox müsbət hal hesab edirəm. Elə bilirəm ki, bu əlavənin olunması bələdiyyələrə müəyyən imkanlar verəcək ki, onlar öz qərarları çərçivəsində həmin torpaqlara ayırsınlar. Ayırandan sonra həmin o torpaqlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə nail olsunlar. Yəni bu çox güman ki, bu qərarın nəticəsi olaraq yəqin ki, məhsuldarlıq da arta bilər. Çünki operativlik bu sahədə... Əlbəttə ki, bilirsiniz, əvvəllər hər rastlara gedirdilər, müsabiqələr gedirdilər. Bu bir neçə mərhələdən keçirdi. Burada bəzən adamlar narazı qalırdılar, vaxt itkisinə yol verilirdi. Ondan sonra elə müddət olurdu ki, bu məhsulların gəlib yetişdirilməsi dövrünə düşürdü bu qərarın alınması. Ona görə də əldə nəticə olunmurdu. Ancaq indi elədir ki, bələdiyyə öz qərarı ilə hər hansı bir vətəndaş müraciət eləyərsə, həmin vətəndaşa az bir müddətdə onlar həmən torpaqları icarəyə verə bilərlər. Başqa hansı dəyişikliklər edilir? Dəyişikliklər deməli torpaq məcəlləsinə də bu ayrılma saldı. Sonra bir də orada bu əsasnaməyə dəyişiklik oldu. Orada bu reqlament məsələsi var idi. Əvvəllər əgər maddənin 14-cü maddə var, orada yazılırdı ki, ərizələr daxil olduğu gündən 5 gün müddətinə onlara cavablar verilməlidir. İndi bunun müddəti, bu şəraiti, sonra o müraciət edənin xahişi nəzərə alınaraq dəqiqləşdirmək, daha yaxşı araşdırma aparılmaqdan ötürü bu 10 gün müddətinə oldu. Sonra bir qanun, həmən əsasnamənin bir maddəsinə əlavə olundu ki, vətəndaş əgər torpaq haqqın verirdisə, deməli ona 5 gün müddətinə cavab verilməli idi və qərar qəbul olunmalı idi. Ancaq indi o nəzərə alındı ki, növbəti iclasda bu qərara alınsın. Çünki bələdiyyə hər 5 gündən bir, 3 gündən bir yığışıb öz iclasını çağıra bilməz. Ona görə də nəzərə alındı ki, əgər doğrudan vətəndaş müraciət eləyibsə, o torpağın haqqın köçürübsə, köçürəndən sonra bələdiyyə həmin sənədləri, ola bilər ki, bir neçə nəfərin sənədi olsun, bunların hamısını toplasın, özünün növbəti iclasında bununla əlaqədar qərar qəbul eləsin. O vaxt müddəti orada artıq aradan qaldırılıb. Dəqiq vaxt göstərilməyib. Bu da yaxşı haldır. Elə bilirəm ki, bu da yaxşı haldır ki, çünki vətəndaş da gəlir, bir neçə vətəndaş müraciət eləyir bələdiyyə ki, qərar qəbul eləsin. Görürsən ki, bələdiyyə bugün iclasını keçirdib, səhər vətəndaş bir gün müraciət eləyəndə, sonra narazı qalırlar ki, niyə mənim bu məsələmi gündəliyə salıb bu həll eləmədi? Həll eləmədi, onda belə çıxır ki, bələdiyyə hər gündən, 2 gündən, 3 gündən bir özünün iclasını çağırmalıdır, qərarlar qəbul eləməlidir. Mən də buna yaxşı hal kimi baxıram ki, bizim qanunvericiliyə nəzərdə alıb ki, bələdiyyələr aydan bir dəfədən az olmayaraq öz iclaslarını çağırırlar. Ola bilsin ki, indi vacib məsələ olar, ayda 2 dəfə iclasını çağıra bilər, 3 dəfə iclasını çağıra bilər. Amma bu da adamların bir vaxtda vaxtını almaqdır, ondan sonra əlavə burada vaxt itkisinə yol verməkdir. Ona görə də elə hesab edirəm ki, bu da o vaxt itkisi də məhsuldarlığa təsir edir. Məhsuldarlığa, adamların alınmasına, bələdiyyə üzvlərində bir var, ayda bir 4-5 dəfə yığışsınlar, gəlsinlər, otursunlar orada. Hansısa bir məsələni 5 dəqiqə həll eləsinlər, geçsinlər. Axı, bələdiyyə üzvlərinin hamısında orada oturmur, daimi oturan adamlar deyil. Bunlar müəyyən ictimai təşkilatlarda olan adamlardır, müəyyən iş adamlardır ki, bunları seçiblər, bunların da özlərinin işi var. Ayrı-ayrı idarələrdən, müəssisələrdə işləyən adamlardır. Bunlar elə ayda 4 dəfə, 5 dəfə bura yığışmaqdansa, hansısa bir qərarın verilməsi ilə yaxşı olar ki, növbəti iclasda buna baxsın, qərar qəbul edilsin. Mən bu
edilmiş dəyişikliklər çox müsbət hal hesab edirəm və elə bilirəm ki, bu bizim işimizin xeyrinədir. Digər tərəfdən bələdiyyələrin nüfuzunun artırılmasına xeyirdir. Çünki bələdiyyələr bilavasitə artıq burada özlərinin qərarını verirlər və həmin də qərarın arxasında bunlar dayanıb öz qərarlarının icrasına nəzarət edə biləcəklər. Çox sağ olun Tahir müəllim. Doğrudan da mən də belə düşünürəm ki, bu dəyişikliklər müsbət xarakterlidir. Yəni çevikliyi artıracaq qərarların qəbul edilməsində, sonra daha asanlaşdırır bu prosesləri və son nəticə olaraq təbii ki, kəndli də onda maraqlı olacaq ki, yəni görəcəkdir ki, bu işlər tez gedir və bu da son nəticədə məhsuldarlığın da yəqin artımına imkan yaradacaq. Siz Samir müəllim, yəni bu dəyişikliklərin tətbiqində, yəni mən düşünmürəm ki, siz başqa cür fikirdəsiniz bu dəyişikliklərin qiymətlərini. Amma yerlərdə bunların tətbiqi hansısa problemlərlə rastlaşa bilərmi? Yəni mən bir məsələni qeyd edeyim ki, doğrudan da bu müsbət addımdır. Yəni bunu heç kim inkar eləmir. Yəni bu əslində bələdiyyənin vaxtı ilə alınmış səlahiyyətinin müəyyən hissəsinin geri qaytarılması kimi dəyərləndirmək olar. Nəyə görə? Çünki bilirsiniz ki, 2007-ci ildən sonra bələdiyyələrə qadağan edilib ki, torpağı hərracdan kənar, müsabiqədən kənar nə icarəyə verə bilər, nə də sata bilər. Bu baxımdan, bu addımdan sonra artıq bir növ bələdiyyələrin hüququ o baxımdan pozuldu ki, burada artıq dövlət mülkiyyətinin bələdiyyə mülkiyyəti üzərində üstünlüyü məsələsi ortaya çıxdı. Yəni bələdiyyə öz mülkiyyəti üzərində, yəni konstitusiyada nəzərdə tutulduğu kimi sərəncam vermək, dövlət mülkiyyəti mən deməzdim, dövlət mülkiyyətinin üstünlüyü. İcra orqanlarının belə deyək, daha dəqiq olar, icra orqanları desək. Yəni burada konstitusiyada nəzərdə tutulduğu kimi bələdiyyə öz əmlaki mülkiyyəti üzərində müstəqil, öz istəyinə uyğun, öz sərəncam verə bilir. Amma belə çıxır ki, bələdiyyə mülkiyyətini başqa bir qurum, yəni bələdiyyənin aid olmadığı bir qurumlar satır. Bu baxımdan bu bələdiyyələr üçün çox böyük problem yaradırdı və eyni zamanda istər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, istərsə də tutaq ki, yaşayış məqsədi ilə tikilən evlərin tutaq ki, satışa çıxarması. Bu addım müsbət dəyərləndirilə bilər o baxımdan ki, bələdiyyə artıq bir il üçün icarə ilə bağlı hərrac komissiyası müraciət etməyəcək. Çünki təcrübələr onu göstərir ki, bir qayda olaraq hərrac əlavə xərclər... Onu da qeyd edək ki, bu hərrac komissiyası harada olur? Hərrac komissiyası bələdiyyə ərazisindən uzaqlarda, şəhərin, bələdiyyənin yerləşdiyi rayonun mərkəzində və bələdiyyə sədrinin iştirak eləmədiyi bir yəni komissiyada keçilir bu hərrac və eyni zamanda məsələ bundan ibarətdir ki, burada müəyyən bir prosedurlar keçməli olurdu. Tutaq ki, hərracda torpaq satanı icarəyə verəndə məsələn, dövlət əmlakinin inventarilaşma komitəsindən sənəd almalıdır. Yəni bir sözlə götürəcəyi gəlirin yəni məbləğdən asılı olaraq 20-30%-dən tutulmuş 70-80% qədərini artıq bu prosedurlara xərcləmək məcburiyyətinə qalırdı. Buna görə bu bələdiyyəyə problem yaradırdı. Yəni təsəvvür edin ki, bugün bir illik üçün bu deməli bələdiyyə müraciət etməlidir hərrac komissiyasına və oradan bu nə qədər pul götürəcək ki, bu pulun da müəyyən hissəsini həm hərrac komissiyasına verəcək. Düzdür, hərrac komissiyası üçün ödəniş çox cüzidir, elə bir böyük məbləğ deyil. Amma bunun üçün müəyyən bir sənəd almaq üçün yəni əlavə xərclər tələb olunur. Bu baxımdan bu addım müsbət dəyərləndirə bilər və bu həm çevikliyi artırar, həm də ki, bələdiyyə artıq yəni öz yəni bu qərara uyğun olaraq öz siyasətini qura bilər, büdcəsini formalaşdıra bilər ki, mən bu il bu qədər torpaq icarəyə verəcəm, bu qədər gəlir götürəcəm. Amma bir qədər yəni çox yaxşı olardı ki, bilmirəm Tahir müəllim nə dərəcədə razı olar bu fikirdən. Yəni çox razı olar ki, bu müddət bəlkə bir qədər çox olsa, yəni niyə 11 ay? Tutaq ki, mən icarəyə götürdüm 11 ay müddətinə və 11 ay bitdi, torpaq yəni davam etdirmədim icarə müqaviləsini və torpaq qalır boşuna. Belə çıxır ki, torpaq ancaq mövsüm vaxtlarında icarəyə veriləcək və həmin vaxtlar ancaq gəlir gətirəcək. Amma qeyri-mövsüm vaxtlarında torpağa görə ödəniş olunmayacaq. Halbuki əvvəlki icarələrdə, tutaq ki, 10 illik, 20 illik götürəndə yəni mövsüm olmayan müddətdə də ödəməli olurdu. Yəni burada artıq bələdiyyə büdcəsinə bir tərəfdən düzdür, əhəmiyyətli dərəcədə vəsait gəlir. Digər tərəfdən artıq müəyyən bir aylar olacaq ki, həmin aylarda bələdiyyə büdcəsinə daxil olmalar azalacaq. Bu baxımdan bu müddət məsələsini, yəni ümumiyyətlə mən
yəni əvvəla hərrac mexanizminin tərəfdarı olsam da, amma bunun indiki şəkildə həyata keçirilməsinin əleyhinəyəm. İkincisi də hətta hərrac mexanizmi, bəli, hərracın indiki şəkildə, yəni indiki kimi gəlin bu məsələyə dair söhbəti biraz. Mən sadəcə yəni əlavə etmək istəyirəm ki, heç olmasa icarəni bir balaca ara verməliyik, sonra davam edərik. Hörmətli tamaşaçılar, bizdən ayrılmayın. Söhbətimiz davam edəcək. Hörmətli tamaşaçılar, müzakirəmiz davam edir. Mən yəni sadəcə onu əlavə etmək istəyirəm ki, yaxşı olardı ki, heç olmasa bu icarə məsələləri hərracdan kənar, yəni icarə məsələlərin hərracdan kənar keçirilməsi hüququ bələdiyyələrə verilsin. Yəni bu müddət, yəni bir qayda olaraq icarə götürən insan da maraqlı olur ki, bu uzun müddətə, xüsusən də çox illik... Amma digər tərəfdən, Samir bəy, digər tərəfdən, deyək ki, 11 aylıq götürdü. Necə deyim, lazımi səviyyədə istifadə etmir. Ya bacarığı çatmır, yəni nəsə. Torpaq çoranı və yaxud səbəbdən. Bəli, yəni 11 ay ərzində əgər görünsə ki, yaxşı istifadə etmir bu adam icarəyə götürür. Bunu dəyişmək də olar. Amma 5 il götürüb... Yox, mən sizdən razıyam o baxımdan ki, bəli, bu bir qədər məsuliyyəti artır. Amma digər tərəfdən bugün çoxulluq əkinlər var, çox illik əkinlər var ki, insan əkir, ya meyvə ağaçları əkdir və yaxud da ki, digər çox illik yoncadır və digər məhsulları əkir. Bu, ən azı 4-5 il bundan istifadə edir. Amma belə çıxır ki, 1 il əkdi, sabah yenidən müqavilə təzələməlidir. Bələdiyyə ola bilsin ki, şərtləri bir qədər ağırlaşdırsın və bunun əkinləri bir növ, belə deyək də, öz səmərəsini itirir. O baxımdan, amma o ki qaldı sizin dediyiniz ki, bu məsuliyyəti artırır. Bəli, məsuliyyəti artırır, amma digər tərəfdən müqavilə şərtlərində nəzər tutulur axı ki, müqavilə şərtlərində təhsil qiyməti yox, eyni zamanda torpağın saxlanmasına dair orada, bəli, təyinatı bir kənara qoyaq, yəni torpağın saxlanma şəraitinə uyğun orada öhdəlik götürür o icarəyə götürən şəxs. O baxımdan mənə elə gəlir ki, bu müddət məsələsi artırılsa daha yaxşı olardı. Biz biraz bunun əziyyətini görürük, nə mənada? Bələdiyyə yaradıldı 99-cu ildə, ondan qabaq icarəyə verildi uzun müddətə. Bugün bələdiyyələr məcbur olur həmin insanlardan 6 manata 1 hektar üçün icarə haqqı yığsın. Halbuki, rayonlardan asılı olaraq torpağın icarə haqqı orta hesabla 70-80 manatdan başlayır, onun yerləşmə yerindən asılı olaraq daha çox təşkil edir. Amma bugün məcbur 6 manatın, çünki müqavilə bağlanıbdır uzun müddət bələdiyyədən qabaq. Bugün bələdiyyə müdaxilə edə bilmir. Yəni, müraciət eləyəndə insana ki, gəl müqavilə şərtlərinə yenidən baxaq, onlar bundan müxtəlif səbəblərlə imtina edir və məsələ gedir məhkəməyə. Məhkəmədə də imkanlı adam varsa öz xeyrinə qərar çıxarır. Yəni bu məsələlər, bu uzun müddətli olmaq bələdiyyəyə imkan vermir ki, bələdiyyə müqavilə şərtlərini yenidən baxsın və torpağın qiymətlərini, deməli, bugünkü bazar qiymətlərini uyğunlaşdırsın. Onu dəyişdirə bilirlər. 11 aylıq onun üçündür ki, bu müddətdə hər hansı kənd təsərrüfatı məhsulu, çoxillik bitkilər nəzərdə tutulmur, əkilə bilər, becərilə bilər və satıla bilər. Bunlar nəzərdə tutulur, ona görə də bu müddəti belə qoyublar. Həm də bu digər qanunlarla ziddiyyət təşkil eləmir. Ona görə də belə qoyulub və elə biləm xarakterikdir. Əlbəttə ki, burada indi siz çox düzgün buyurduğunuz ki, yaxşı olar ki, burada fayda götürəndən sonra bunun müddəti artırılsın. Bu bələdiyyə ilə vətəndaş arasında bağlanmış müqavilənin şərtlərindən asılı olacaq. Doğrudan da vətəndaş həmən icarəyə götürdüyü torpaqda kənd təsərrüfatı məhsulu yetişdirib ondan bir bəhrələnə bilirsə, gələn müddətə 11 ayada ərizə verəcək bələdiyyə və tez bir zamanda, az bir müddətdə yenidən müqavilə bağlaya biləcək, torpağı icarəyə götürə biləcək. Sizin narahatçılığınız ondandır ki, torpaq mütləq gələcək məhsullar üçün hazırlanmalıdır, o suvarılmalıdır, orada müəyyən tədbirlər həyata keçirilməlidir. Doğrudan əgər vətəndaş o kətli görsə ki, orada məhsul becərə bilir, məhsulu yığandan sonra onun hələm gələcək məhsuldarlığı üçün bir neçə ay vaxtı qalır. Ta ki, orada hasar qarpız məhsulu yetişdirib, göygüyəti yetişdirib, soğan yetişdirib, bu əsasən yay aylarında yığılır. Əgər dekabr ayına kimi bunun bir neçə ay vaxtı qalır. O özü artıq qənaətə gələcək ki, mən burada məhsul götürdüm, əlavə mən icarəni yerim təzədir. Bu müsbət haldır. Yalnız, yəni dəqiq 11 ay olmalıdır, yoxsa ki 11 aydan az olarsa? 11 aydan az da ola bilər. 11 aya kimi nəzərdə tutulur ki, 11 aya kimi... Bəs belə eləmək olardı mı ki, misal üçün kimsə götürdü bu torpağı, yaxşı da ondan istifadə elədi, məhsuldar, necə deyim,
yaxşı məhsul da əldə etdi, gəliri də oldu və s. Yəni səmərəli istifadə etdi bu torpaqdan ki, ikinci dəfə 11 aya yox, bəlkə artıq ikinci dəfə, nə bilim, daha uzun müddətə. Yox, qanun icazə verilmir. Onda mütləq müsabiqəyə getməlidir, hərraca getməlidir. Elə məhsul var ki, bunlar bir neçə aya becərilə bilir. Tutaq ki, 5 aya da becərilə bilir, 6 aya da becərilə bilər. Vətəndaşın özünün də hüququ var, ixtiyar var ki, bələdiyyə ilə 6 ay gəlsin, icarə müqaviləsi bağlasın. İcarənin qiymətinə təsiri varmı ayların sayı? Əlbəttə ki, olmalıdır. Ondan sonra götürüb o başqa adama verə bilər. Bu torpağa təhvil verəndən sonra başqa bir adamla bu 11 aylığa müqavilə bağlaya bilər. Burada elə problem yoxdur. Çox sağ olun. Rasim müəllim, siz nə problemlər gözləyirsiniz? Bu qanunda bu dəyişikliklər indi komitədən keçdi. Bəli. Çox güman ki, qəbul olunacaq. Siz bir problem görürsünüzmü tətbiqdə, yoxsa hansısa çətinliklər? Təbii ki, qanunvericilikdə vaxtaşırı dəyişikliklərin edilməsi Azərbaycanda yerli özündarənin inkişafına yönəlmiş bir addımdır. Lakin əslində belə götürsək, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna bir neçə dəfə əlavə və düzəlişlər edilibdir. Və bu son düzəlişi də təbii ki, təqdirə layiq hesab etmək olar. Məsələnin mahiyyətinə baxdıqda ilk öncə yaranan problem ondan ibarətdir ki, Azərbaycanda yerli özündarənin ixtiyarında olan torpaqlardan səmərəli istifadə olunmur. Yəni, bu qənaətə gəlinir ki, və bunu tələb eləyir ki, qanunvericilikdə müvafiq dəyişikliklər etməklə yerli özündarənin mülkiyyətində olan torpaqlardan daha səmərəli istifadə edilsin. Mən bir qədər əvvələ diqqət yetirmək istəyərəm. Yəni, bayaq Samir bəy də qeyd elədiyi kimi, Azərbaycanda yerli özündarə qurumu Azərbaycanda torpaq islahatı keçirildikdən sonra yarandı. Və həmin o, belə demək mümküncə, o aralıq müddətdə, yəni 99-cu ildə bələdiyyə formalaşdırılmamışdan əvvəl, 97-ci ildəki islahat keçirildi və həmin dövrdə bələdiyyə üçün ayrılan, yəni mülkiyyətin bir növü kimi ayrılan torpaqların gec verilməsi və həmin müddətə də qeyd edildiyi kimi icra hakimiyyətləri tərəfindən həmin torpağa sərəncam verilməsi idi. Bələdiyyə torpaqlarının idarə edilməsində haqqında Azərbaycan Respublikası qanununda konkret maddədə göstərilir ki, yəni bələdiyyələr formalaşdırıldıqdan sonra və onlara torpaq mülkiyyəti verildikdən sonra həmin səlahiyyət yəni həmin maddə öz qüvvəsini itirir islahat keçirilərkən. Lakin əvvəl verilmiş torpaqlara dair sərəncam və qərarlar öz qüvvəsini saxlayır. Bugün də, yəni problem yaradan məsələlərdən biri məhz bundan ibarətdir ki, bələdiyyələr səlahiyyət və o cümlədən vergi və digər sahələrdən yerli büdcənin formalaşdırılması üçün bələdiyyələrə daxil olan vəsaitlərin azlığı bələdiyyələrə imkan vermir ki, yerli büdcəni formalaşdırsın. Bugün torpaq, bələdiyyələrin mülkiyyətində olan torpaqdan səmərəli istifadə etməklə yerli büdcəyə müəyyən dərəcədə əlavə gəlirlər daxil olacaq. Lakin ən yaxşı hal kimi, mənim subyektiv fikrimdir, yəni yerli özündarə sahəsində uzun müddət təcrübəmin olduğunu əsasən deyirəm mən bunu ki, yaxşı halda bələdiyyələr əslində onların mülkiyyətinə verilmiş torpaqların bələdiyyə müəssisələri tərəfindən özünün idarə etməsi və ondan daha səmərəli şəkildə gəlir götürməsi. Biri var icarə ilə gəlir götürə, kiməsə icarəyə verə, biri də var özü işləyə. Bu, o halda mümkün olardı ki, yaxşı olardı o vaxtı, artıq keçibdir təbii ki bu proses. Bələdiyyələr 1999-cu ildə yox, 97-ci ildə islahat başlayarkən formalaşdırılsaydı, o vaxtı dağılan kolxozların müəyyən texnika və mülkiyyəti də bələdiyyələrə çata bilərdi. Hansı ki, həmin o aralıq müddətdə, o vaxt icra hakimiyyətləri, rayon icra hakimiyyətləri dağıtdılar onu. Tamamilə satıldı, dağıdıldı və bələdiyyələrə demək olar ki, heç nə qalmadı. Yəni, texnika tamamilə... Əgər bələdiyyələrin ixtiyarında müəyyən bir texnika almaq imkanı olsa və onlar da... Satıldı deyəndə satıldı, kiməsə satıldı da. O kimsə demək o texnikadan istifadə edir. Xüsusi mülkiyyətə, burada bələdiyyə payı da... Bələdiyyə payı da saxlanmalıydı. Sadəcə olaraq bəlkə gəlir büdcəyə yox, kiməsə gedir. Bəli. Başqa məsələ. Yəni, kolxozçuların özünün mülkiyyəti idi, o sözsüz ki, o mülkiyyət verildi. Ancaq bələdiyyələrdə də burada mülkiyyət saxlanıldı. Saxlanılmalıydı. Saxlanıldı da. 90-cı ildə
bələdiyyə seçkilərindən sonra mən bir müddət bələdiyyə sədri işlədim. Bizə kolxozların, idarə heyətlərin binaları verilmişdi, fermalar verildi, parklar verildi. Şəxsən onların... Maşın mexanizmləri verilməyib. Yox, maşın mexanizmlər verilmədi. Ancaq o müəyyən mülkiyyət var idi, kolxozun mülkiyyəti bələdiyyə ərazilərində. Supartizan quyuları verilmişdi, fermalar verilmişdi, parklar verilmişdi, müəyyən dəyirmanlar var idi ki, onlar verilmişdi. Digər tərəfdən kolxoz idarə heyətlərinin binaları verilmişdi. Sonradan biz bələdiyyə olaraq gördük ki, bu binalarda, yox, yararlı binalar idi. Bu binalarda bunları uşaq bağçalarına vermək olar, məktəblərə vermək olar, məktəblərə əlavə yardımcı məktəblər var idi ki, biraz sinif otaqları az idi, həmin binaları onlar formalaşdırdılar, orada məktəblər oldu, digər. Bu mülkiyyət idi. Ancaq bunlar verilmişdi, o vaxtı verilmişdi bir çox bələdiyyələrində. Amma bilmirəm. Torpaqların özü, bax, çox vacib iki fərman olub, qərar olub. Ölkə başçısının 10 fevral 2010-cu il tarixli bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamə təsdiq edilmişdi. Və eyni zamanda digər bir qərar da var. Azərbaycan Respublikası qanunun icrasının təmin edilməsi haqqında fərmana əsasən müvafiq dövlət qurumları, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi işini sürətləndirməli idilər. Vəziyyət necədir? Çünki bu əgər yoxdursa, o gözəl dəyişikliyin də işləməsi problemli olur. Yəqin bəlkə daha ətraflı məlumat verər. Bu dövlət reyestrinin yaradılmasına məsul qurum Milli Məclisin müvafiq qurumu var, strukturu. Onlar bu işi həyata keçirəcəklər. Yox, o şəhadətnamələrin verilməsi. Bu şəhadətnamədir, bu reyestr xidməti, ərazi, inzibati ərazi dairələridir. Mən də onu deyirəm, yəni söhbət ondan gedir ki... Sonra bir də inzibati ərazi vahidləridir. Bunlar çox vacib məsələdir. Reyestr xidməti bunu, torpaqların reyestr xidməti. Yanvar ayının birinə qədər yox, burada torpaqların reyestr xidməti torpaqla bağlı olan mülkiyyət məsələlərini... Bərdədə necədir? Bərdədə 60%-ə qədər bələdiyyənin bugünə qədər torpaqlarına dair dövlət aktı verilməyib. Baxmayaraq ki... 60%-nin dövlət aktları verilməyib. Dövlət aktından söhbət. Bu reyestr xidməti deyirsə, biz o reyestrdən bu reyestrini biz qaçışa salmayaq. O reyestr bələdiyyələrin torpaqları haqqında bu əmlak komitəsi tərəfindən həyata keçirilir. Amma ərazi inzibati dairələridir, bir də vahidləridir. Bunun reyestr xidməti Milli Məclis tərəfindən həyata keçirilir. Milli Məclis tərəfindən, bəli, Sağ müəllim deyən reyestri əslində hansı ki 2013-cü il yanvarın birinə qədər... Onu əmlak komitəsi aparmalıdır. Torpaqların reyestri. Yəni bu reyestr çox vacibdir. Bəlkə ilk baxışdan belə bir çox da vacib olmayan kimi qəbul edilə bilər. Məsələn, ondan ibarətdir ki, bu reyestrdə bələdiyyələrin bütün torpaqlarının sərhədləri, sonra həmin bələdiyyə ərazisindəki infrastruktur, nə qədər poçt şöbəsi var, nə qədər məktəb var, nə qədər hansı yollar var, hansı magistral boru xətləri gedir. Bütün bu məlumatlar həmin reyestrə daxil edilməli idi 2013-cü il yanvarın birinə qədər və bu həmin reyestrdən çıxarış olaraq Milli Məclisin müvafiq şöbəsi bələdiyyəyə belə deyək də şərtnamə verir. O nə üçün lazımdır bu həmin reyestr? Bu reyestr onun üçün lazımdır ki, bugün bələdiyyələrin əl qolunu bağlayan təkcə sahət məsələsi deyil. Eyni zamanda onların mülkiyyəti ilə bağlı qeyri-müəyyənlikdir. Misal üçün, götür reklamları. Bugün Bakı şəhərində, yəni Bakı şəhərində biz bilirik ki, kifayət qədər reklam lövhələri var, kifayət qədər gəlirli sahədir. Amma bugün bələdiyyələr o reklamdan pul yığa bilmir. Nəyə görə? Çünki qanunda yazılıb ki, bələdiyyə mülkiyyətində yerləşən reklam lövhələrinin, obyektlərindən gəlir bələdiyyələr verilə bilər. İndi gəlin Bakı müəyyənləşdirək görək, hansı yer bələdiyyənindir, hansı yer bələdiyyənin deyil. Yox, hansı yer bu bələdiyyənindir, hansı yer... Yox, məsələ yox. Bələdiyyələrin, məsələ onda deyil hansı bələdiyyənin. Məsələ onda deməkdir, hansı yer dövlətindir, hansı yer bələdiyyənindir. Yəni bugün Bakı icra hakimiyyəti, Bakı icra hakimiyyəti bələdiyyələrin əlindən o reklam pullarını alır. Özündə də bu məsələ çox böyük problemdir. Bələdiyyə reklam yığa bilmir, icra hakimiyyəti onun əlindən alır. Ona görə ki, deyir ki, sənin sübut elə ki, bu torpaq sənindir. Bu torpaq sən sübut eləyə bilmirsənsə, deməli mənimdir. Reklamla bağlı çox böyük problemlər var, yığa bilmir. Sonra götürək regionlarda obyektlər, su obyektləri. Məsəl üçün biz indi içməli sudan bağlı işləyirik. Artizandır, vaxtilə artizan belə deyək də qazılıbdır, hazırdır. Müraciət edirik artizana, məlum olur ki, bu artizanın mülkiyyət hüququ yoxdur. Bilinmir ki, bu artizan kimindir. Keçən burada söhbətimizdə, keçən verilişdə, yəni öncəki verilişdə qeyd etdiniz ki, kooperativlər haqqında belə bir qanun layihəsi hazırlanmaqdadır, elədirmi? Bəli. Yəni bu dəyişikliyin
o qanun layihəsində əks etdirilməsi, ümumiyyətlə bunların uzlaşması. Orada o sahələr mülkiyyətdə olan sahələrdir ki, bu insanlara... Mülkiyyətdə olan. Amma kooperativ yaradılırsa, o vaxt icarəyə də götürə bilər. İcarəyə götürə. İndi orada o torpaq mülkiyyətçiləri var, bu daimi onun torpağıdır. Bəli. Çünki onun haqqıdır, onu alıb, onunla əlaqədar bu kooperativlər haqqında qanun ki, bu insanlar birləşsinlər. Özünün əgər kimisə öz mülkiyyətində 5 hektar, 10 hektar torpaq sahəsi varsa, qoy bir 10 nəfər yığsın, bunu birləşdirsin, bunu səmərli istifadə eləsin torpaqdan. Üzr istəyirəm, bir balaca gənə ara verməliyik. Hörmətli tamaşaçılar, söhbətimiz davam edəcək. Hörmətli tamaşaçılar, müzakirəmiz davam edir. Buyurun, Samir. Nəyə diqqəti çatdırmaq istəyirdim? Amma bax, son 15 dəqiqəmiz qalıb. Çox qısa, xahiş edirəm. Bu, bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında qanun qəbul olunub 99-cu ildə və həmin qanun əsasında bir sıra mülkiyyət, o cümlədən kolxoz mülkiyyətləri verilməli idi bələdiyyələrə. Bəziləri verildi, tarix müəllimində o söz qeyd elədi. Amma gəlin araşdıraq görə bugün nə qədər bələdiyyənin tutaq ki, inzibati binası var. Mesela bizim araşdırmalar göstərir ki, belə bələdiyyələrin sayı həddindən artıq azdır. Gəlin binaları qoyaq qırağa. Bunun özü də bir əmlak. Torpaq həmsinin. Torpaq yəni aktı verilmədiyinə görə bələdiyyə öz ərazinin sərhədlərini bugün müəyyən edə bilmir. Təxminən bilirikmi ölkədə hələ neçə faiz demək? Məsələn, Bakı şəhərində heç bir bələdiyyəyə... Bakı şəhərində bu çətindir, problemdir. Onu əlbəttə ki, müvafiq orqanlar da etiraf edirlər ki, çətindir və onunla əlaqədar lazımı tapşırır. Bu çətinlik nə ilə əlaqəlidir? Çətindir, bu sərhədlər dəqiq müəyyən olunmalıdır. Axı bu kiminsə işidir də. Bu işi prezident 3 il bundan qabaq fərman verir. Bu ərazilər Bakı şəhəri, indi əvvəlki Bakı şəhəri deyil. 10 il bundan əvvəlki Bakı ilə bugünkü Bakını müqayisə ilə də ağla gəlməz dərəcədə inkişaf var. Təzə qəsəbələr salınır, yaşayış məscidlər salınır. Bu ərazi eyni ərazidir. Ərazi eyni ərazidir. Bunu dəqiq getməlidir. Cizgiləri dəqiq getməlidir. Burada olan bütün deyildən kimi cizgiləri dəqiq edilmir. Obyektlər dəqiq etməlidir. Amma bu kiminsə xeyrinədir axı. Xeyrinədir, indi kiminsə xeyrinə olsa da... Bu vaxtın uzadılması. Bugün iş gedir, iş gedir və elə bilirəm ki, bu başa çatdırılmalıdır. Çox vacibdir. Ona görə də Bakı şəhərində bir çox bələdiyyələrin o torpaqları icarəyə vermək, ondan sonra hərraca çıxarmaq imkanları çox məhdudlaşıb. Bu yaxında Belarusiyada olmuşdu belə bir məsələ. Yazıçılar yığışıb Lukashenkaya bildirmişdilər ki, biz həddən artıq dilənçi vəziyyətində yaşayırıq, bununla yazmaq olmaz belə. O da bir misal çəkmişdi ki, siz gedin Tolstoy kimi əsər yazın, biz sizə onda pul verəcəyik. Yəni, bələdiyyə yerli özünlərinin inkişaf etdirilməsi üçün təbii ki, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi mütərəqqi haldır. Lakin bununla bağlı yerli büdcənin kifayət qədər maliyyə imkanı olmalıdır. Yerli özündarənin inkişafı əsasən iki istiqamətdən asılıdır. Bir, yerli büdcənin inkişafı, yəni büdcə və maliyyənin inkişafıdır, digər isə səlahiyyətlərin verilməsidir. Yəni, bu iki sahədə istiqamət tənzimlənsə, Azərbaycanda yerli özündarə tamamilə inkişaf etmiş bir formaya gəlib çıxarlar. Mən belə başa düşdüm ki, bu dəyişiklik həmin o iki məsələdə müəyyən imkanların artırılmasına xidmət edəcək. Əgər davamlı olarsa, təbii ki, stimul. Yəni, həm eyni zamanda 11 aya qədər... Aydan çox olmayaraq. 11 aydan çox olmaya gərək müddətə icarə hüququ verilirsə, icarəyə vermək torpağı, demək, daha operativ şəkildə... İstifadə edə bilər. Kənd təsərrüfatı ilə məşğul olan... Gətirə bilər. Kənd təsərrüfatı ilə məşğul olan insanların əksəriyyəti yaxşı bilir ki, bugün kənd təsərrüfatında yüksək səviyyədə məhsuldarlıq əldə etmək üçün, torpaqdan istifadədə məhsuldarlıq əldə etmək üçün hökmən son texnologiyadan istifadə etmək lazımdır. Yəni, texnika olmadan kənd təsərrüfatında uğur əldə etmək qeyri-mümkündür. Bunun isə 3000, 4000 illik büdcəsi olan bələdiyyənin imkanı yoxdur. Hətta götürün, traktorun birinin qiyməti ilə bələdiyyənin 3 illik büdcəsinin qiyməti olur. Yəni, bu sistemi təşkil etmək üçün bələdiyyə büdcəsinin kifayət qədər maliyyə imkanları olmalıdır ki, o məhdud məsuliyyətli cəmiyyət yaradar. Yəni, bələdiyyə müəssisəsi yaradıb, heç icarəyə də verməz, yəni torpağını. O torpağı özü becərir və oradan əldə etdiyi məhsuldan ondan bir neçə qat artıq məhsul əldə edə bilər. Daha doğrusu gəlir əldə edə bilər. Yəni, bunun səbəbi, yəni çatışmazlığın səbəbi ondan ibarətdir. Sırf ondan ibarətdir ki, yerli büdcənin maliyyə imkanları məhduddur. Bilirsiniz, yerli büdcədə get-gedə inkişaf eləyir. İndi biz
əvvəlki 11-ci, 12-ci illəri nəzərə alsaq, siz özünüz də elə ekspertiza aparmışsınız, bələdiyyələrin büdcələri ilbəil artır. Vergilərin yığılması, məsələn, keçən il 6 aylıqda 17 milyona yaxın bələdiyyə büdcəsi artıb vergilərin yığılması ilə. Bu az rəqəm deyil. Elə bilirəm ki, ilin axırında bu 30 milyona çata bilər. 30 milyon da azdır. Əgər Azərbaycan bələdiyyəsi bir ildə 30 milyon əvvəlki ilə nisbətən artıq özünün vergisini yığırsa, bu yaxşı rəqəmdir. Digər tərəfdən bələdiyyə indi dövlət tərəfindən verilən dotasiya da artırıldı. Əvvəl 3.5 milyon idisə, indi 5.2 milyon verilir. Müəyyən proseslər gedir, yerdə müəyyən iş adamları da var, müəyyən icra orqanları da, mən açığın deyim, bələdiyyələrə kömək eləyirlər. Bir çox icra orqanları artıq bələdiyyələrin vergilərinin, ödənişlərinin yığmasında maraqlıdırlar. İndi mənim bir sualım da Samir müəllim. Demək, bu dəyişiklərə sizcə hələ məclis qəbul etməyib, komitə qəbul edib, nəsə imkan olardısa, o üçüncü oxunuşda, ikinci, üçüncü oxunuşda əlavə etmək nəyə arzu edərdiniz? Bax, siz də, Rasim müəllim, siz də. Mən bayaq dedim, o icarəyə verməklə bağlı. Mən ümumiyyətlə hərracın əleyhinəyəm. Yəni, bu məsələyə diqqət Yəni, hərrac tamamilə ləğv olunmalıdır. Ləğv olunmalıdır. Yəni, əgər hərrac keçirilirsə, bu bələdiyyə özü keçirməlidir. Özdə bu bələdiyyə mülkiyyəti sayıla bilməz axı. Əgər mülkiyyətdirsə, sənin mülkiyyətindirsə, sən onun üzərində ondan istifadə edə bilərsən, onun barəsində sərəncam verə bilərsən, onu sata bilərsən. Amma yox. O baxımdan bu mexanizm ümumiyyətlə ləğv edilməlidir. Əgər saxlanılırsa, bu bələdiyyə özü, öz ərazisində, öz bələdiyyə ofisində həyata keçirilməlidir. Bu baxımdan, digər tərəfdən də, yəni biz bu məsələ həmişə kompleks yanaşır və hesab edirik ki, bununla bu iş düzəlməyəcək. Ona görə də bələdiyyə səlahiyyətlər artırılmalıdır. Ona uyğun da, yəni, mali imkanlar. Bu, yenə deyəm ki, 2007-ci ildə bələdiyyənin alınmış səlahiyyətin bir addım müəyyən qədər qaytarılmasıdır. Tam yox. Ona görə də bələdiyyədə qram-qram su vermək lazım deyil. Yaxşı olardı ki, bir stəkan verək ki, heç olmasa bələdiyyə o səlahiyyətlərdən istifadə edib öz öhdəliyini yerinə yetirsin. Buyurun. Tamamilə doğrudur. Mən də həmkarların fikirləri ilə razıyam. Yerli özünüdarənin inkişafı üçün kompleks tədbirlər həyata keçirilməlidir. Ancaq bununla yanaşı, təbii ki, qanunvericilikdə edilən bu dəyişikliyi, əlavə və düzəlişləri alqışlayıram, mütərəqqi hal kimi hesab eləyirəm və ümid eləyirəm ki, gələcəkdə daha yəni vətəndaş cəmiyyətinin təkliflərini, rəyini nəzərə almaqla yerli özünüdarə üzrə qanunvericilikdə edilən səmərəli dəyişikliklər öz bəhrəsini verəcəkdir. Təbii ki, bu kompleks halda həyata keçirilərsə, Azərbaycan Respublikasının qoşulduğu bu sahədə, yerli özünüdarə sahəsində Avropa Xartiyasının da müddalarının mütəmadi olaraq Azərbaycanda həyata keçirilməsinə təminat verəcəkdir. Əgər bu tədbirlər kompleks həyata keçirilərsə. Samir müəllim, sərhədlərin dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi, dövlət aktlarının tam şəkildə verilməsi müddəti, real nə vaxt, nə zaman görünür? Valla bu əslində dövlət rəsmiləri... Normativ sənədlər var, fərman var, prezidentin fərman, digər sənədlər var, amma proses getmir. Bu proses getmir. Tam lazım olan sürətlə getmir. Bəli, ayın birinə hazır olmalı idi, amma vaxtda ki, yəni heç bir məlumat yoxdur. Mən belə başa düşürəm, yəqin ki, bu mən gözləmirəm bir ekspert kimi, hər hansı bir adım olsun. Sizdə bir müsbət dinamika varmı ki, artır o dövlət aktlarının verilməsi? Mən burada ayrı bir problem görmürəm. Söhbət ondan gedir ki, məmur məsuliyyətsizliyi var burada. Sadəcə bu işə məsuliyyət daşıyan... Yerli səviyyədə, yoxsa hansısa nazirlik? Həm nazirlik səviyyəsində, həm yerli səviyyədə müvafiq tuturlar. Məsuliyyətsizlikdir, yoxsa texniki problemlər var? Əgər dövlət başçısı sərəncam verir ki, bu qədər müddətə, bir ay müddətdə məsələn Nazirlər Kabineti, həmin müddət yerinə yetirilməlidir. Müddətin yerinə yetirilmədiyi halda buna görə kimsə cəzalanmalıdır. Faktiki olaraq, yəni qanun, əgər qanunvericilik aktlarının yerinə yetirilməməsinə, hərəkət və yaxud da hərəkətsizliyə görə məsuliyyət məsələsi var. Bu məsələ qoyulmadığına görə... Dövlət aktlarının verilməsi prosesi, siz onu yəqin ki, izləyirsiniz. Burada yaxşı bir dinamika var mı, deyək ki, son 6 ayda, ya get-gedə çoxalır bu aktların
Yoxsa Bu təbii ki, yoxsa dayanıb proses? Yox, təbii ki, əgər statistik cəhətdən 3 il bundan, 5 il bundan əvvəlki vəziyyətlə müqayisə etdikdə müəyyən artım var. Amma bu artım qənaətbəxş sayıla bilməz. Burada maraqlar var. O maraqlar imkan vermir ki, yəni məmur səviyyəsində maraqlar imkan vermir ki, bu iş həllini tapsın. Çünki burada çoxlu aydınlaşma olacaqdır və bilinəcək kim torpağı nə qədərdir. O baxımdan süni sürətlə mənim fikrimdə bu uzadılır. O da elə demək olmaz ki, kimin torpağı nə qədərdir. Onsa artıq o torpaqların hamısı məlumdur, verilib. Yox, kənd yerlərində ola bilsin məlumdur. Amma kənd yerlərində torpağa böyük ehtiyac yoxdur. Şəhərdə müəyyən problemlər. Bəli, Abşeron regionu çox böyük problemdir. Düzgün dedi ki, bu artım var, bu temp var. Özəl ki, elə xeyli artıb. Amma yenə deyirəm, əgər bugün bu insanları narahat eləyirsə, bunu sürətləndirmək lazımdır. Əgər bununla əlaqədar qarşıya tapşırıqlar, vəzifələr qoyulubsa, hər birimizin borcudur ki, biz bunu sürətləndirək, yerinə yetirək. Çünki burada elə nə problem olasıdır ki, elə ciddi bir problem yoxdur. Kiminsə nə marağı varsa, onsuz da bu məlumdur, bu bilinir. Ancaq yenə deyirəm, bu proses gedir. Bu bəzilərinə hasad gələn bir proses kimi təsir bağışlayır. Amma bu mürəkkəb bir prosesdir. Düzün? Mürəkkəb prosesdir. Burada bir çox texniki gedişlər var, ondan sonra nə bilim, xəritələr hazırlanmalı. Müxtəlif maraqlar var. Ona görə də, bu elə bilirəm axıra çatdırılmalıdır. Və sözsüz ki, mümkün qədər qısa müddət axıra çatdırılacaq da və yenə də bir şeyə qayıtmaq lazımdır. Demək lazımdır ki, əgər biz ilbəil bələdiyyələrə müəyyən səlahiyyətlər, bunların işinin yaxşılaşdırılması ilə əlaqədar müəyyən dəyişikliklər, qanunvericiliyə əlavələr eləyirsə, onların ayağa durması üçün, formalaşması üçün dövlət maraqlıdırsa, bu bizim işimizin xeyrinədir. İşimizin xeyrinədir və bu faktlardan da görünür. Faktlardan da görünür. Əlbəttə ki, indi biz xarici bələdiyyələrin iş təcrübəsi ilə tanış oluruq. 200-300 il təcrübəsi olan bələdiyyələrdə də müəyyən bu da proseslər gedir. Onlarda da müəyyən formalaşma olur. Təbii. Ölkənin iqtisadiyyatı ilə əlaqədar, siyasəti ilə əlaqədar, ölkədə baş verən o müəyyən hadisələrlə əlaqədar o bələdiyyələrdə də görsən nöqsanlar meydana çıxır. Çünki bu bələdiyyələr insanlarla işləyirlər. Bunlar cəmiyyətdən kənarda deyirlər. Əgər bunlar quru bir taxta parçası olsaydı, adam tullayardı ora, deyərdi belə. Əgər bələdiyyə varsa, onların fəaliyyəti biz insanlardan asılıdır. Biz insanlarda daimi irəliyə baxırıq, inkişafa gedirik və ölkədə gedən bu proseslər bələdiyyədə də məcbur eləyir ki, öz işlərini dəyişdirsin. Dəyişdirən bələdiyyə, nailiyyəti olan bələdiyyə yaşayacaq, olmayanlar əlbəttə ki, ləğv olunmalıdır. Ya harasa birləşməlidir. Bu proses bunu tələb edir. Ona görə də hər bir şeydən əvvəl bələdiyyə özü maraqlı olmalıdır ki, öz imkanlarını götür-qoy eləsin. Özünün işini düzgün vursun. Çox sağ olun, Tahir müəllim. Son söz olaraq başqa bir qeyd edəcəyimiz Samir müəllim bir şey var mı? Yəni mən çox istərdim ki, əks mərkəzləşmə islahatları gücləndirilsin Azərbaycanda və bələdiyyələr dövlət idarə etmə sisteminə daxil edilməklə real yerli hakimiyyətə çevrilsin axır ki. Çox sağ olun. Mən hamınıza təşəkkürümüzü bildirmək istərdim. Düşünürəm ki, bugünkü söhbətimiz tamaşaçılarımız üçün maraqlı oldu. Eyni zamanda sponsorumuza da təşəkkürümüzü bildirməliyik, Oxfam Azərbaycan təşkilatına və yəqin ki, son necə deyim, qeydlər olaraq bir daha burada bildirə bilərik ki, yəni bu ümumi rəydir, hörmətli tamaşaçılar, hazırlanan dəyişikliklər, qanunvericilik aktlarına hazırlanmış olan dəyişikliklər, hətta komitədə, Milli Məclisin komitəsindən artıq keçib, mütərəqqi bir addımdır. Arzu edək ki, yaxın zamanda Milli Məclis bunları təsdiq edəcək. Digər tərəfdən arzu edək ki, çox vacib olan və müvafiq qərarlarla təsdiq edilmiş o vacib iş, yəni sərhədlərin müəyyənləşdirilməsi bu torpaqların, bələdiyyə torpaqlarına dair. Bu iş yaxın zamanlarda tamamlanacaq. Dövlət aktları təqdim olunacaq ki, bu proseslər də daha yüksək səmərə ilə həyata keçirmək mümkün olsun. Bu qədər, yeni görüşlərə qədər sağ olun.